Berdavid İnkişaf Mərkəzinin baş sponsorluğu ilə çıxış yolu başladı. Əziz tamaşaçılarımız, xoş gördük sizin hər birinizi mənim əzizlərim. Bugün həftənin ilk günüdür, bazar ertəsidir. Yenə biz yeni bir iş həftəsinə sizinlə bərabər başlayırıq. Dəyərli studiyamızda qonaqlarımız var, ekspertlərimiz var. Yenə müzakirələrimizi davam etdirəcəyik. Təbii ki, sizi maraqlandıran, cəmiyyətimizi narahat edən suallara burada, bu studiyada çıxış yolu tapmağa çalışacağıq. Telefon nömrələrimiz həmişə olduğu kimi yenə sizin ixtiyarınızdadır. 055-352-1302 bu telefon nömrəsi ilə zəng edə bilərsiniz. Eyni zamanda WhatsApp üzərindən yaza da bilərsiniz. Mesajlarınızı mütləq şəkildə səsləndirəcəm. Və şəhər nömrələrindən yığa bilərsiniz bizə. 562-21-23 nömrəsi sizin ixtiyarınızdadır. Qonaqlarımızı salamlayaq. Dəyərli bizim ekspertlərimizi. Bugün çox hörmətli Çimnaz xanım qonağımızdır. Əziz tamaşaçılarımız, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü hörmətli vəkilimiz Çimnaz xanım. Xoş gəlmişsiniz Çimnaz xanım proqramımıza. Eyni zamanda digər bir vəkilimiz Günay xanım Hüseynova da bugün bizimlə bərabərdir. Günay xanım, inanıram ki, suallarımızı hüquqi cəhətdən gözəl şəkildə cavablandıracaqsınız, həmişə olduğu kimi. Çox sağ olun dəvətiniz üçün. Bütün ekspertlərimizi və televiziya qarşısında əyləşən bütün tamaşaçılarımıza salamlayıram. Təşəkkürümü bildirirəm. Bugün studiyamızda psixoloqlarımız var. Həmişə olduğu kimi bizim daimi ekspertimiz, daimi psixoloqumuz olan Fərqanə xanım buradadır. Necəsiz, hörmətli psixoloq? Sizi gördüm, yaxşı oldum. Psixoloqun ki, əhval-ruhiyyəsi yaxşıdır, demək ki, veriliş yaxşı gedəcək də bir psixoloqumuz da var, o deyil köhnə dostlarımızdandır. Salih xanım, xoş gəlmişsiniz proqramımıza əzizim. Xoş gördük sizi. Sizin əhval-ruhiyyəniz necədir? Çox gözəl, sizi görüb necə ola bilər, yaxşıyıq. Gözəl. Mən də istəyirəm ki, əhval-ruhiyyəmiz yaxşı olsun, çünki bizim əhvalımız yaxşı olanda biz o müsbət enerjini ötürə bilirik. Mən də bu sözləri psixoloqlardan öyrənmişəm, tamaşaçıları ötürə bilirik. Və bugün bizim daimi ekspertlərimizdən olan Fariz müəllim studiyamızdadır. Fariz müəllim də bilirsiniz ki, hüquqşünasdır, eyni zamanda Hüquqi Sosial Yardım və Maarifləndirmə İctimai Birliyinin sədridir. Fariz müəllim, xoş gəlmişsiniz. Təşəkkür. Çox sağ olun. Bizim dəyərli müəlliməmiz, dəyərli musiqi müəlliməmiz, eyni zamanda ekspertimiz, daimi ekspertimiz Türkan xanım studiyamızdadır. Bu yaxınlarda da Türkan xanım çox gözəl bir konsert proqramı ilə onu sevənlərin, pərəstişkarlarının qarşısında çıxış etdi. Təbrik edirik. Uğurlar diləyirik sizə. Xoş gəlmisiniz proqramımıza. Təşəkkür edirəm. Var olasınız. Və o gözəl səsi ilə, o gözəl təsnifləri, o gözəl mahnıları bugün bizə təqdim edəcək bizim dəyərlimiz Valid müəllim. Xoş gəlmisiniz əzizim. Necəsiniz qardaş? Çox sağ olun, siz necəsiniz? Mən də salamlayıram əziz qonaqlarımızı, televiziya tamaşaçılarımızı. Maşallah, siz buradasınızsa, sizin verirsinizsə, hamı çox sevir, hamı da baxır. İnşallah çox gözəl olar. Vaxt necə gəlir, necə gedir həmişə hiss eləmirik. Bugün də elə olar inşallah. Gözəl səsinizi, gözəl mahnılarınızı eşidəcəyik. Dediyim kimi, əziz tamaşaçılarımız, bugün yenə biz ailə dəyərlərimizdən danışacağıq. Ümumiyyətlə, ailədə olan mübahisələr, ailədə olan münaqişələr, bu münaqişələri biz asanlıqla necə həll edə bilərik? Həlli yolları nədir? Ümumiyyətlə, mövcud problemin həllini tapmaq üçün tərəflər bir-biri ilə necə bu mübahisəni həll etməlidirlər? Mütləqmi bizə psixoloq lazımdır? Mütləqmi bizə hüquqşünas lazımdır? Yoxsa biz elə psixoloq da, hüquqşünas da olmadan məsələlərimizi özümüz həll edə bilərikmi? Suallarımız çoxdur mənim əzizlərim. Bu sualların cavabını tapmaq üçün isə mütləq şəkildə bizə mütəxəssis rəyi lazımdır. Mütəxəssislər isə buradadır. Suallarınızı ünvanlayın. Mən də sizinlə bərabər o sualların cavabını bu dəyərli mütəxəssislərdən alaq. Sonra. Berdavid Uşaq İnkişaf Mərkəzinin baş sponsorluğu ilə çıxış yolu reklamlardan sonra davam edəcək.
sen hicranda gözlerim yolunu ben akşamsam çekme gel sineme sen hicranda kadar ben alım gel gel başına ben dönüm tez gel kadar ben alım gel gel başına ben dönüm tez gel kadar ben alım başına dönüm kadar alım başına ben dönüm senin kadar ben alım başına dönüm kadar alım başına ben dönüm senin özüne koyar balam yar sözüne kurban yar özüne koyar balam yar sözüne kurban yar kadar ben alım gel gel başına ben dönüm tez gel kadar ben alım gel gel başına ben dönüm tez gel kadar ben alım başına dönüm kadar alım başına ben dönüm senin kadar ben alım başına dönüm kadar alım başına ben dönüm senin yaşaya bilmərəm mən səndən ayrı Gülləcəm yaşasın çəmənlər ayrı Yaşaya bilmərəm mən səndən ayrı Gülləcəm yaşasın çəmənlər ayrı Qadar mən alım gəl gəl başına mən dönüm tez gəl Qadar mən alım gəl başına mən dönüm tez gel Qadan mən alım başına dönüm Qadan alım başına mən dönüm senin Qadan mən alım başına dönüm Qadan alım başına mən dönüm senin Özüne koyar balam yar sözüne kurban yar Özüne koyar balam yar sözüne kurban yar Kadar mən alım gel gel başına mən dönüm tez gel Kadar mən alım gel başına mən dönüm tez gel Kadar mən alım başına dönüm Kadar alım başına mən dönüm senin Kadar mən alım başına dönüm Kadar alım başına mən dönüm senin Kadar mən alım başına dönüm Kadar alım başına mən dönüm senin Kadar mən alım başına dönüm Kadar alım başına mən dönüm senin aman ay aman ah ay aman Təşəkkürümü bildirirəm sizə. Səsiniz var olsun, ürəyiniz var olsun. Bu arada əziz tamaşaçılarımız, verilişimizin baş sponsoru Ber David Mərkəzidir. Ber David Mərkəzi 20 ildən artıqdır ki, fəaliyyət göstərir. Əksər dünya ölkələrində Ber David Mərkəzini tanıyırlar. Çünki biz bugün onların Azərbaycanda fəaliyyətlərini davam etdirməkləri ilə yanaşı, nə qədər xarici dövlətlərdən Azərbaycana axın-axın insanların gəldiyinin şahidi oluruq. O insanları siz bizim studiyamızda da görürsünüz. Hər dəfə studiyamızda
Qazaxıstandan, Gürcüstandan, Rusiyanın müxtəlif şəhərlərindən, İrlandiyadan, Norveçdən, Ukraynadan, ötən həftə proqramımıza Amerika Birləşmiş Ştatlarından sırf Berdavid mərkəzində müalicə almaq üçün gələn valideynlərin və onların övladlarını görürdünüz. Mənim əzizlərim, dəyərli Azərbaycanlılarımız, ucqar kəndlərdə yaşayan Azərbaycanlılarımız, əgər bu insanlar dünyanın müxtəlif ölkələrindən vaxtlarını itirib, nə qədər də xərcləri çıxır bilirsiniz ki, gəlmək, getmək, 2 ay müddətində, 3 ay müddətində gəlib Azərbaycanda qalmaq, onlar üçün Azərbaycan xarici bir dövlətdir. Görün bu insanlar nə qədər əziyyət çəkirlər. Onlar əgər müsbət bir nəticə görməsələr, sizcə ikinci dəfə, üçüncü dəfə gələrlərmi? Bu mərkəzə müraciət edərlərmi? Məntiqlə düşünsək, etməzlər. Demək ki, müsbət nəticə görürlər, real nəticələr görürlər, ona görə gəlirlər. Mən sizə tövsiyə edirəm, əziz tamaşaçılarımız, dəyərli valideynlər, hər zaman bizim studiyamızda olan, istər həkimlər olsun, istər psixoloqlar olsun, hər zaman onlar da sizə tövsiyə edirlər ki, uşağın əgər bir problemi varsa, o problemi sabaha saxlamayın. Əgər sabaha saxlayacaqsa, bəlkə də bugün biz mütəxəssisə müraciət etsək, nə isə düzəldə bilərik. Sabaha saxlayırıqsa, 5 gün sonraya saxlayırıqsa, mütləq şəkildə o uşaqda olan problemlər daha da ağırlaşmağa doğru gedir, nəinki yüngülləşməyə. Telefon nömrəsini diqqətinizə çatdırıram. 055 627 37 70 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Təşəkkürümü bildirirəm. Və dəyərli abituriyentlər, buraxılış imtahanından, belə deyim, yaxşı nəticə əldə edə bilməyənlər. Bizim növbəti sponsorumuz isə unikal xaricdə təhsil və hüquqi konsalting agentliyidir. Adından da göründüyü kimi bu xaricdə təhsil agentliyində sırf hüquqşünaslar əməkdaşlıq edir, hüquqşünaslar çalışırlar. Və ən gözəl bir şans, ən gözəl bir xəbəri çatdırmaq istəyirəm sizə. Əgər sizin xarici bir dövlətdə təhsil almaq üçün maddi imkanlarınız yetmirsə, sizin üçün unikal xaricdə təhsil agentliyi 3 ilə qədər zaminsiz, girovsuz, kredit şərtləri ilə bütün bu xaricdə təhsil almaq üçün lazım olan o maddiyyatı kreditlə sizə verir. Bundan gözəl bir xəbər ola bilməz. Çünki bəzi ailələrimiz var ki, onlar çox istəyirlər ki, övladları xaricdə təhsil alsın. Təbii ki, maddiyyat buna imkan verməyən ailələr var. Sizin üçün bu sevincici xəbəri də dedim. 055 799 33 95 nömrəsi ilə əlaqə saxlayın, ofisə gəlin və ofisdə daha detallı hər bir məlumatı əldə edə bilərsiniz. Təşəkkürlərimi bildirirəm. Belə, mənim əzizlərim, qaydırıq verişimizə, sponsorlarımıza təşəkkürlərimizi bildirək və suallarınızı, ünvanlayın, telefon nömrələrini ekranlarınızda görürsünüz və ilk sualımız, mən istəyirəm ki, mülkiyyətlə bağlı bir balaca danışaq, müzakirələrimiz geçsin. Əslində bugün, deyək ki, ailə daxili bir çox münaqişələrin təməlində mal, mülk, əmlak dayanır. Elə deyilmi, əziz tamaşaçılarımız? 5 ailənin 4-ündə əgər problem varsa, Çimnaz xanım, soruşsan, nə üstündədir o problem? Mütləq şəkildə deyəcəklər, ya ata mülkünü bölə bilməmişik, ya ər-arvad arasında mülkü boşanma zamanı bölə bilməmişik. Ümumiyyətlə, mal, mülk davaları, bu münaqişələr gətirib elə qlobal bir problemə çevirir ki, insanlar bir-biri ilə düşmənə çevrilirlər. Bax, ümumiyyətlə, birgə mülkiyyət nədir? Mən istəyirəm, bunu biz bir tamaşaçılarımıza aydınlaşdıraq. İnsanlar deyək ki, ailədirlər, ər-arvadlı bir yerdə yaşayırlar. Daha sonra boşanma ərəfəsində birgə mülkiyyət sözü çıxır ortalığa. Çox adam bunu aydınlaşdıra bilmir. Bu birgə mülkiyyət nədir? Çox doğru vurğuladınız Nurayna xanım. Qeyd etmək istəyirəm ki, buradan da elə televiziya qarşısında tamaşaçılar bilsin ki, Nurayna xanım bildirdiyi kimi, bəli, elə mübahisələrin əsasında mülkiyyət mübahisəsi çox önəmlidir. Yəni, çox mühüm və qlobal yerdə dayanır. Yəni, bəzən o mülkiyyət mübahisələrinə görə də evladlara belə təsir edir. Yəni, mülkiyyət mübahisəsi olur, bölgü apara bilmirlər, görüşləri belə, evladların görüşlərini belə aralarında problem çıxardırlar, məhdudiyyətlər qoyurlar. Yəni, birgə mülkiyyət deyiləndə nədir? Televiziya qarşısında əyləşən tamaşaçılar, bilin ki, ər-arvadın özlərinin birgə vəsaiti hesabına olunan bütün əmlaklar birgə mülkiyyət sayılır. Yəni, burada daşınar və daşınmaz əmlaklar olur və onların birgə əmək fəaliyyəti nəticəsində, sahibkarlıq fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər hesabına olunanlar və hətta demək, kommersiya təşkilatlarına qoyduqları onların demək, hər hansı bir məbləğlər, deyim, əmanətlər, bəli, onlar əlbəttə kommersiya təşkilatlarına birgə mülkiyyət əsasında, bəli, topladıqları vəsaitləri tutaq kimi qoyublar, hansısa bir kommersiya təşkilatına əmanət formasında, pul formasında, onlar hamısı birgə mülkiyyət sayılır. Bəli, belə danışaq. Deyək ki, bu adamlar 5 ildə evlidirlər, düzdür? Kişi ümumiyyətlə bu 5 il müddətində işləməyib.
evə qazanc gətirməyib, düzdür? Xanım işləyib. İndi bunlar ayrılırlar, boşanma ərəfəsindədirlər. Birgə mülkiyyət mi sayılacaq? Bəli, Nurayna xanım. İstər qadın, bizim o qədər evdə xanımlarımız var ki, 20 illə işləməyib, 15 illə işləməyibdir. Və bunların da hamısı, o demək deyil ki, xanım işləmir, kişi işləmir və bunların birgə nigah evində əldə etdikləri. Bəli, adamlarda haqlı olaraq sual yaranır. Adamlar gedirlər, bu suala müraciət edirlər. Adam gedir, deyir ki, Fariz müəllim, mən işləmişəm, o işləməyib. Bilirsiniz nə qədər elə mübahisələr çıxır? Bu maşını mən almışam, əziyyətlə. Bəs indi bu maşın niyə satılıb bölünməlidir? Əsasında kişilər bu mübahisəni qaldırır. Kişilər qaldırır ki, bəli, xanım işləməyibdir. Həmişə mən evə gəlir gətirmişəm, mən qazancı əldə eləmişəm. Məncə çox xanımlar, kişilər qaldırmaz o sualı. Yox, qaldırırlar, qaldıranlar da olur. Əlbəttə, çünki bilirsiniz necə? Qadınlar əgər işləməyibsə, o deyilməz ki, mən işləmişəm, mən gəlir gətirmişəm. Amma bilin ki, xanımlar, işləməsəz belə birgə nigah devrində təsərrüfat aparmışsınız. Birgə təsərrüfat o deməkdir ki, həmin ailəni birgə aparmışsınız və birgə nigah devrində də əldə olan bütün əmlaklarda sizin də hüququnuz çatır. Bərabər hüquqa maliksiniz. Və bildirmək istəyirəm ki, yəni bölə bilirlər. Əlbəttə və buradan da demək qeyd etmək istəyirəm ki, çox önəmli bir nüansda qeyd edeyim ki, buradan səhv salmasınlar ki, bəzən deyirlər ki, kiməsə nigahdan əvvəl əmlak bağışlanılır və yaxud da ki, nigahdan əvvəl əmlak alınır və yaxud da ki, nigah zamanı hədiyyə olunur və nigah zamanı tutaq ki, vərəsəlik yolla buna keçir. Onu da bəzən səhv salırlar, buradan televizya qarşısına tamaşaçılara deyirəm ki, onu birgə mülkiyyət saymayın. Artıq onu da elə bilirlər ki, məsələn, biri deyir ki, mənim ərimə nigah zamanı vərəsəlikdən filan bir şey qalıb, filan bir əmlak qalıbdır. Mən onu da birgə mülkiyyət sayıram. Xeyr, o birgə mülkiyyət sayılmır. Xeyr. Və yaxud da ki, sizdən qabaq, nigaha girməmişdən qabaq hər hansı bu şəxsin evi var idi, əmlaki var idi və onu sabahları boşanma zamanı bu əmlaki tələb etmək düzgün deyil. Çünki o da birgə nigah sayılmır, əmlaki deyil. Günay xanım, deyək ki, evləndilər, cütlüklər, indi çox, məsəl üçün, ailələrdə, gəlin səmimi danışaq əziz tamaşaçılarımız, bir çox ailələrdə bu problemi şəxsən ana, ata daha sonra övladına yaşadır. Qızı üçün ev alırsa, oğlunun adını alır, oğlu üçün ev alırsa, qızının adını alır. Varmı əziz tamaşaçılarımız? Tanıdığınız, bildiyiniz belə ailələr varmı? Mənim tanıdığım, bildiyim kifayət qədər belə ailələr var. İndi bir məsələ var. Deyirsiniz ki, bax, həmən o ev əgər evlilikdən sonra ona hədiyyədirsə, bağışlanıbsa, o bölünə bilməz. Bir bəzi nüanslar var. Nüanslar varsa deyil. Bir dənə onu qeyd eləmək istəyirəm ki, bununla bağlı deməli Azərbaycan Respublikası Ali Məhkəməsinin vahid məhkəmə təcrübəsi yaradıldı və orada əvvəl deməli birgə nikah dövründə bağışlanan əmlak hər bir şəxsin şəxsi əmlak hesab olunurdu. Ancaq sonuncu Ali Məhkəmənin vahid məhkəmə təcrübəsi haqqında qərar qəbul olundan sonra deməli mart ayı 2024-cü ildən sonra bağışlanan əmlak bəzən hallarda ümumi əmlak hesab olunur. Məsələn, bəzi hallar hansı hallardır? Bəzi hallar indi qeyd edirəm. Bəzi hallar o deməkdir ki, əgər ailə müəyyən müddət, uzun müddət, 5 il, 6 il, 10 il, 12 il yaşadıktan sonra ailəyə bağışlanan əmlak artıq onun ümumi əmlak hesab oluna bilər və bu halda ikidə bir hissədə bölünər. Yəni, bağışlanan əmlakın dəyərindən, kütləsindən və s. asılı olmayaraq. Yox, əgər ailənin ilkin dövründə hər ki, ər-arvaddan birinin valideynlərindən, yaxud yaxın qohumlarından, qardaş, bacı kimi asılı olmayaraq, bağışlayırsa da ilkin dövrdə belə halda bölünə bilməz. Çünki ailə müəyyən dərəcədə möhkəmləndikdən sonra həmin o bağışlanan əmlak artıq ailənin ümumi əmlakı hesab oluna bilər. Ancaq təbii ki, bu işin faktiki hallarından çox asılıdır. Yəni, münasibətlərdən, ailə daxili münasibətlərdən, ər-arvadın bir-birinə olan münasibətlərindən, yaxud bağışlayan adamdan bağışlanan ailənin üzvünün digər əri və arvadının münasibətlərindən və s. hallardan. Yəni, burada tam mütləq norma deyil bu. Yəni, işin hallarından nəsə bəlirləşən. Məsələn, mən qəribə bir ailə münaqişəsinin, belə deyim də, ailə hadisəsinin şahidi oldum, əziz tamaşaçılarımız. Deməli, ata öz bütün var dövlətini qızına ötürmək istəyir. Qızı da evlidir. İndi ata bu evlilik müddəti olduğuna görə qızına onu ötürmək istəmir. Çıxış yolu olaraq görün nə düşünüb Fariz müəllim. Ata deyir ki, qızım boşansın. Boşandıqdan sonra mən bütün adıma olan əmlakları qızımın adına keçirdirəm. Daha sonra onlar barışarlar. Təsəvvürünüzə gətirirsiniz. Yəqin ki, fikirləşir ki, gələcək zamanda bəlkə ailədə uğursuz ailə olar, boşanlar yeni. Artıq, yəni ki, sizin indiki dövrdə belə çıxır ki, artıq bir zəmanət yoxdur, artıq yəni ailələrin özlərinin bir zəmanət olmadığı üçün. Reklamlardan sonra bu haqda danışacağıq.
Birdavid Uşaq İnkişaf Mərkəzinin baş sponsorluğu ilə çıxış yolu reklamlardan sonra davam edəcək. Davam edirik əziz tamaşaçılarımız. Buyurun. Bu fikrim yarımçıq qaldı. Təbii ki, yəni mən valideyni də qınamıram. Çünki valideyn fikirləşir ki, gələcəkdə. Çünki indiki dövr fərqlidir. Əvvəllər məsələn fərqli olub. İndi fikirləşir ki, gələcəkdə boşanmalar sayı o qədər artıb ki, ərə verən valideyn fikirləşir ki, gələcəkdə övladım bəlkə hansısa bir tutaq ki, boşandılar, əmlakı yarısını bir şəxsə keçdi, övladım qaldı heç nəsiz. Bəli başdan indi hesablayaraq boşatır əmlakı keçirəcək qız adına. Onu sizə barışdıracaq ki, sabahda oğlan onun asıl düşəcək. Siz düşünmürsünüz ki, bizim ailə institutumuza, bax bu düşüncə tərzimiz, bu təfəkkürümüz bir 5 ildən sonra düşünürük ki, ola bilər ki, boşansınlar. Bax o bizim ailə institutumuzu darmadağın etmirmi? Bəli. Ailə institutumuzu darmadağın etmirmi ki, evlənməmişdən qabaq deyirik, evlilik müqaviləsi, şərtlər, nə alsa... Evlilik müqaviləsi əslində onları birləşdirir. Niyə birləşdirir ki? Niyə birləşdirməsin? Belə baxanda... Evlilik müqaviləsində deyirik ki, bu mənimdir, bu sənindir. Hörmətli vəkilimiz, hüquqi cəhətdən psixoloqumuzu aydınlaşdırın onu. Sizin bayaqki sualınızı qeyd etmək istəyirəm, Nuraynə xanım ki, ata məhz boşanmanı çıxış yolu kimi göstərməsi, burada artıq uşaqlar da var, onların psixoloji vəziyyətini əmlaki deyirsiniz, amma uşaqların, bəlkə onların 2-3 evladı var artıq, evladlar da müəyyən yaşdadır, onlara düşən psixoloji travmanı deyək ki... Yox, burada travma, burada sənəd üzərində boşanır, siz niyə hər şeyi belə... Yox, mən sizə deyim, sonra sənəd üzrə olan şeylə bunlar sərbəstliyə öyrənəcəkdir. Yox, niyə sərbəstliyə öyrənir? Yox, onun qanunu yolundan, əgər... Mən sizə deyim, qanunu yolundan artıq, qanunu yolundan başqa bir cürə deyə bilər ki, ata vərəsəli yolundan, vəsiyyətnamə kimi verə bilər ki, məndən sonra o vəsiyyətnamə ilə keçəcək qızına. Yəni heç orada həmin əmlak... Boşanmaya ehtiyac yoxdur. Yəni burada boşanma dediyimiz kimi, bəli, boşanma dediyimiz kimi ki, sonraki vəziyyət necə olunacaq və bizim ailə dəyərlərimizə də uyğun gəlmir. Burada uşaqlar da var və boşanmadan sonraki vəziyyət də bilmirik ki, bu həqiqətən də mi, kağız üzərində mi qalacaq? Və insanlar sərbəstliyindən artıq boşanma o deməkdir ki, sən sərbəstsən. Onda deməli, qaynata düz eləyib güvənmir də. Bax, siz adi boşanmağa belə güvənmirsiniz. Vəsiyyət üzrə versin, vəsiyyətnamə üzrə də, bəli, artıq bu əmlak qızına keçə bilər. Vəsiyyətnamə istədiyi vaxt ləğv oluna bilər də. Nəvəsinə də verə Hörmətli bilər. vəkil Günay xanım, vəsiyyətnamə istədiyi vaxt ləğv edə bilər. Amma məsələ aslındadır ki, ata bu gün keçirtdi, sabah o geri götürmə, vəsiyyətnamə də verildi, sabah ləğv edə bilər. Ata onsuz da onu qız üçün verir. Vəsiyyətnamədə də qızını Siz bir verir. tərəfdən güvəndən danışırsınız, amma bu bir tərəfdən güvənsizdir. Deyirsiniz ki, boşansalar birdən evlənməzlər və hərəsə ayrı. Yəni artıq bu sənəd, niyə boşanmanı biz ayrı qəbul edirik? Boşanma ayrı olmamalıdır. Boşanma... Buyurun, Türkan xanım. Mən hər zaman qadınlar tərəfdəyəm deyə. Amma birinci dəfə heç vaxt inanmazdım ki, hansısa bir kişiyə haqq verəcəm. Biz vətəndaşlar tərəfdəyik. Bəli, buyurun. Mən ataya haqq verirəm. Niyə? Düz fikirdədir. Qaynataya. Mülkü verən ataya. Çünki əslində düz fikirləşir. Əgər yeznəsinə, kürəkəninə bu qədər güvəni olsaydı, ondan neysə ürəyində qara qalmasaydı, heç o sözü dilinə gətirməzdi. Əslində doğru fikirdədir. Çünki indiki gənclərimiz, bəli, sığortalayır qızını. İndiki gənclərimiz ailə qədri çoxsu belədir. Qızını deyirsə sığortalayır. Bəs qızının ailəsini... İndi belə deyək. İndi mən ora gəlib çatıram. Xeyr, əgər gənclərimiz ailə məsuliyyətini daşısaydı, boşanma onlar üçün adi olmasaydı, ailəsinə sahib çıxsaydılar vaxtında, qaynatanın ürəyində o şübhə olmazdı. O kürəkən əgər özündən bu qədər əmin idisə, qaynataya bilirsiniz, razılaşardı. Mən üçün heç bir problem yoxdur. Çünki mən sənin qızını sevirəm, sənin mülkündə gözüm yoxdur. Ona razılaşardı, qəlbində nə qədər o belə inciliyi olsaydı, yoldaşına xətir razılaşar. Amma indiki oğlanlarımız mülkə, hər şeyə göz dikirlər. Əvvəllər deyirlər qadınlar, amma indi kişilər elədir. Mən yenə də deyirəm, bəzilərini deyirik, qaynataya haqq verirəm. O kürəkənindən hansısa bir şübhə ürəyində olmasaydı, o cümləni qurmazdı. Bəlkə də qaynata kişilərə güvənmir, bilirsiniz. Bəli, bəlkə də. Kürəkən də özünə güvənin göstərmək üçün, şəxsən mən onun yerində olsam, imzamı atardı və ailəmə sahib çıxardı. Nəyə görə? Boşanardı. Sübut eləmək eləyərdi ki, mən mülkə görə sənin qızının yanında deyiləm, qızını sevirəm. Bir məsələ var, həmən o kürəkən dediyiniz şəxsin də, o da bir evin oğludur, düzdürmü? O gedib sizin dediyiniz kimi imzanı atandan sonra
onun qardaşı, əmsi oğlu, Mülkə görə səni boşadılar, belə çıxar. Ətrafına yığışanda nə deyəcəklər? Mülkə görə səni boşadılar. Səninlə boşandılar. Sən bir də gedib əgər Nuranə xanım, bu bilirsiniz nə? Əlavə eləmək Buyurun, istəyirəm. buyurun. Çox gözəl. Bayaqdan hər kəsə Buyurun, dinlədim. Çünki Buyurun, mən buyurun. əsas mənə hüquqşünasların fikri çox önəmli idi. Əlbəttə ki, Fərqəndə xanımla biz kolleqayıq, onun da fikri mənim üçün Gözəl, çox önəmlidir. Amma hərənin bir fərqli baxış Fərqli bucaqları var. fikirlərdir belə Və mən burada. konkret case üzərindən sizə bir hadisə deyəcəm, çox qısaca. Bir xanım var idi, bayaq reklam arasında sizə dedim, 22 ilin ailəsi idi və böyük bir borcu var idi bunların və yoldaşı məhz ona görə qıza demişdi ki, gəl ayrılaq, o borcu mən verim, sən boynunda qalmasın. Yəni mən verəcəm onu, necəsə indi onu siz daha yaxşı bilərsiniz. Qız o boşanaq, borcu sən vermə, mən verim məsələsinə görə böyük bir depressiya içində, yəni bu fərdi yanaşmadır burada. 20 ilin ailəsi. Bəli, deyir ki, mən nə bilim, bəlkə sən gedib evlənəcəksən. Bəli, orada özgüvənsizlik də ola bilər, inanmır, Görün bu boşanma sözünün belə Adamın məhkəmə keçir. Hüquqşünaslar üçün bu çox vacib məsələdir. Mən zaten onlarla işləyirəm gecə-gündüz. Bir hadisə də var idi ki, ikinci ailə qururdu qız. Oğlanın da ikinci ailəsi idi və qız çox imkanlı ailənin qızı idi. Və anası demişdi ki, oğlana, əgər sən mənim ərimin puluna, qızımın puluna, vəzifəsinə gəl, yəni evlənmirsənsə mənim qızımla, o zaman qızımınla evliliyinə qədər müəyyən məbləğdə bir ev al gətir. Gətir bunu bizə göstər. Bizə lazım deyil sən ona verəsən o evə gələcəkdə. Şərt. O evi aldırdı, sonra o qızını ona verdi. Əslində biz əvvəlcə buna pis baxırdıq ki, yəni oğlanın puluna görə mi istəyir? Amma oğlan doğrudan da o məhz onlara sübut eləmək üçün ki, mən sənin qızını sevirəm, sizin evlərinizi, vəzifəvi sevmirəm. O evi aldı, gətirdi, qoydu və evləndi. Sizcə, hörmətli ekspertlərimiz, dəyərli tamaşaçılarımız, insanlar arasında ümumiyyətlə bax bu sözlər bir-birinə o inamı söküb atır, laqeydləşir, insanlar bir-birinə yadlaşır. Bu insandır. Sonunda Çiməz xanım gedib fikirləşəcək ki, demək məni sevir. Buyurun, buyurun Çiməz xanım. Bu məsələyə birazcık başqa istiqamətdə yanaşaram. Buyurun. Xanımın dediyi kimi insan psixologiyası burada mühüm rol oynayır. Sonra burada maddi maraqlar böyük rol oynayır və sonunda isə təbii ki, bunun hüquqi tənzimlənməsi, yəni həmin o yaranan münasibətləri idarə edən normativ aktlar və qanunlar. Çox təəssüf ki, son dövrdə deməli insan psixologiyasını biz hüquqşünaslıq vəkili və gündəlik demək olar ki, bununla rastlaşırıq. İnsan psixologiyası artıq mal mülkiyyətin üzərində daha çox qurulub. Bayaq bizim müğənni qonağımız oxuyanda mən fikir verdim, deyir, çağırır ki, yarım gəl, yarım gəl, yarım gəl. Baxıram ki, bizim qədim mahnılarımız və o dövrün olan psixologiyası və o dövrdə belə bir tənzimlənmə də yox idi, hal-hazırki tənzimlənmə. Təbii ki, bu zamanla, dövrlə mülkiyyət hüququnun yaranma əsasları dəyişdikcə, mülkiyyətin özünün forması dəyişdikcə, ona uyğun da insan psixologiyası yaranır. Xanım çox düzgün qeyd elədi və hər iki psixoloq düzgün qeyd edir ki, eyni zamanda bizim hüquqşünas da onu qeyd elədi ki, bu ailələr eyni zamanda dağıdıcı təsir göstərir. Günay xanım düzgün qeyd edir, çünki biz hər gün demək olar bununla rastlaşırıq məhkəmə təcrübələrində və ona görə də Azərbaycan Respublikasında vahid məhkəmə təcrübəsi yaratmaq istəyirlər ki, o mülkiyyətin yaranması və yaranan mülkiyyətin üzərində insan psixologiyasına idarə oluna bilsin. İdarə oluna bilsin, yəni müəyyən dərəcə cəmiyyətə o psixoloji durumlara kömək elə bilsin ki, insanlar düzgün istiqamətlənsinlər. Çünki evdə uşaqlara, hər bir fərdə ilk olaraq çox böyük mənfi təsir göstərir. Ona görə də normativ qanunları hazırlayırlar ki, bunların müəyyən dərəcədə öhdəsindən gələ bilsinlər. Təbii ki, bizim hər zaman dəyərli ekspertlərimiz söyləyirlər ki, əgər bir ailədə ümumiyyətlə boşanma sözü gündəmə gəlirsə, ana ilə ata arasında artıq o münaqişə yavaş-yavaş alovlanırsa, bundan birinci növbədə əziyyət çəkən övladlardır, uşaqlardır. Bəzən uşaqların yetkinlik yaşına çatır həmən o dönəm. Deyək ki, ana da dözür, qadın dözür, artıq dözə bilmir və yaxud da kişi də dözür, artıq dözə bilmir. Uşaqlar gəlib çatıb 13-14 yaşına. Deyir ki, artıq bəzi valideyn belə fikirləşir ki, artıq uşaqlar dünyanı başa düşür, özünü dərk edir, indi boşansam yaxşı olar. Sizcə, hörmətli psixoloqlar, uşaqların o yetkinlik yaşı dönəmində valideynlər boşanma indi bizim üçün rahat olar deyəndə nə baş verir evdə? Nuranə xanım, bilirsiniz necədir? Boşanma uşağa pis təsir eləmir. Boşanmanın yaşanması proses var. Necə yaşa? Əgər ata və ana bir-birləri ilə normal qaydada boşanma mədəniyyəti ilə boşansalar,
bir-birlərini etik dəyərlərini qorusalar, onların bir-birlərinin haqlarını və vəzifələrini qoruyaraq boşansalar, onda uşağa mənfi təsir etməyəcək. Uşağa başa salmaq lazımdır. Normal, əgər söyüş olmayacaqsa, təhqir olmayacaqsa, bir-birlərini tənqid etmədən boşanacaqlarsa, uşağa başa salsa, mən sənin atanla ər-arvad olmaqdan bitir bizim münasibət. O sənin atan olmaqdan bitmir. O sənin anan olmaqdan bitmir. Yəni biz sadəcə ayrı-ayrı evlərdə qalırıq və sən istədiyin zaman atanla qalırsan, istədiyin zaman ananla qalırsan. Bu boşanmaya normal ailədə yaşayan uşaqla sizin dediyiniz o ailədə yaşayan uşağın fərqi nədir bir psixoloq? Bax, biz yenə deyirik, onu aydınlaşdıraq tamaşaçılara ki, uşaqlarımız nəyi yaşayırlar və biz uşaqlarımıza nəyi yaşadırıq? Bu gün müasir dövrdə və yansıtma çox önəmlidir. Bu gün yansıtma, doğru yansıtsan, uşaq travma almır. Bəli, uşağa düzgün yanmır. Mən fərqli razı deyiləm. Niyə? Düzgün yansın. Buyurun. Hər insanın subyektiv fikri var. Ümumiyyətlə, yəni ki, biz boşanmalara baxanda, boşanmalarda ən birinci zərər çəkən övladlardır. Fərqi yoxdur, sivil oldu, yəni hansısa bir forma. Çünki nəyə görə? Uşaq üçün valideyn bölünməzdir. Uşaq üçün fərqi nədir ki, ana-ata münasibətlər nə yeridir? Hər iki uşaq istəyir ki, tamam ailədə böyüsün. Qanunvericilikdə konkret halda göstərilib ki, hər bir valideyn uşağın həyatını birbaşa iştirak eləməli 18 yaşa kimi. Təbii ki, natamam ailə olanda artıq uşağın bir valideyni olmur artıq. Ata məsələn boşanırsa, başqa bir insan ailə qursa, artıq uşağın tərbiyəsində ata iştirak eləmək, ana iştirak eləmək. Təbii ki, problem o da elə düşünürsünüz. Niyə iştirak eləmək? Yox, necə iştirak eləmək? Baxın, gəl bir statistika verim sizə. Bugünkü gün boşanmalar baxımında 95% ailələrdə boşanan kimi natamam ailələr sayılır. 3%, 2% sizliyəm. Niyə? Niyə? Çünki maariflənməyiblər ki, bir qanun tənzimləyir, bir də vicdan məsələsi var. Sona qədər dinləyək. Güya hansı ailədə ata evə gəlir, bir saat oturur, sonra yatır da, yorğun olurlar. Güya hansı ata da hər gün uşağı parka aparır. Qanun rəsmi boşandılar, qanun tənzimlədi, boşandılar. Yox, bir dəqiqədə hər şey açıq danışaq. Ata hansı ata hər gün uşağı parka aparır? Analar çox vaxt, baxın efirdə, analar çox vaxt deyir ki, bu uşağı aparaq gəzdirək, bu uşaqla vaxt keçirin. Həftə sonu uşaq atası ilə vaxt keçirsə, atası ilə vaxt keçirsə, oğlan uşağı da aparıb atası 2 həftədən bir saçını bərbərə aparsa, normal qaydada... Ana da öyrətir axı ataya uşağı. Yox, bir dəqiqə, baxın, deməli nədir? Mariflənmə lazımdır, Niyə axıra qədər qulaq asmırsınız kimi? Deyirsiniz ki, ana da öyrədir. Bəs mənim dediyim nədir? Öyrətməsin. Mən də dediyim odur ki, atalar günahlandırır. Yox, siz sona qədər dinləmirsiniz, konkretləşdirirsiniz. Ana, uşaq, baxın dedim axı, o sənin atan olmaqdan bitmir, mən də sənin anan olmaqdan bitmirəm. Uşaqla ata həftə sonu getsə, futboluna getsə, velosiped sürməyinə getsə, nə bilim, parkına getsə, bu atanın zaten hər gün mesaj yazsa, yazışma da olsa, filan işi gördüm, filan işi gördüm. Bu uşaq niyə travmalı? Bilirsiniz necə? Bu cür uşaqlar, müasir uşaqlar. Necə olur ki, 20 il bundan qabaq riyaziyyatın 11-ci sinif dərsini 5-ci sinif uşağına keçə bilirsiniz, amma uşağa normal boşanmağını qəbul etdirə bilmirsiniz. Bugünkü uşaqlar 20 ilin əvvəli uşaqları deyil. Fərqəli xanım, heç bir uşaq istəmir ki, anası... İstəmir, ayrı şeydir, məcburiyyətli doğru yaşanmaq lazımdır. Heç bir uşaq onu istəmir. Biz ona çalışmalıyıq ki, ailələrimizdə boşanmanın sayı azalsın. Mən ümumiyyətlə sizin dediyiniz kimi o sivil boşanmanın da əleyhinəyəm. Bizim əsas məqsədimiz odur ki, ailələri birləşdirək. Ailələri telefon xəttində tamaşaçımız var. Alo. Bəli, hər vaxtınız xeyir olsun. Salam hörmətli tamaşaçımız. Buyurun, telefon xəttindəsiz, eşidirik sizi. Buyurun. Bəli. Buyurun, səsləndirin sualınızı. Bəli, buyurun. Sualım odur ki, Bəli. bu gəlinin qaynatanın qaynananın üstündə bir mülklə bağlı haqqı var mı? Xahiş edirəm, sualınızı bir də səsləndirin, əzizim. Deyirəm ki, bu gəlinin qaynatanın qaynananın mülkündə hüququ haqqı var mı? Gəlinin, qaynananın, qaynatanın mülkünün üzərində haqqı varmı? Aha, bu sualı verdiniz, düzdürmü? Sualınız var mı? O neçə ilin gəlinidir? Rəsmi nikah varmı? Yox, elə onunla soruşurdum. Bəli, eşidirsin. Xanım, nikah var. Xanım, deməli o qaynatanın qaynananın mülkünə gəlin haqqının müəyyən olması o çox
fərdi qaydada yanaşmaq lazımdır. Çünki 2009-cu ilə qədər əgər həmin mənzilə onun qeydiyyatı varsa, o başqa cür tənzimlənir. 2009-cu ildən sonra artıq yeni mənzil məcəlləsi qəbul olundu, ondan sonra başqa cür tənzimlənir. Ona görə də siz sualı ümumi xarakteri verdiyinizə görə biz onu tam sizə çatdıra bilmirik. Qeydiyyat neçənci ildəndir? Gəlin neçənci ildən ora nigaha düşübdür? Gəlin ora neçənci ildən gəlibdir? Nigaha neçənci? 2015-dən gəlir. 2015-dən gəlir. Heç bir haqqı yoxdur. Siz gəlinsiniz yoxsa qaynanasınız? Gəlinsiniz. Xanım, qeyd etmək istəyirəm ki, buradan deyin, sizin o nigaha girdiyiniz müddət artıq mülkiyyətçidədir həmin ixtiyar. Mülkiyyətçiyə çox önəm verdiyi devirdir. Yəni, burada əgər sizin getdiyiniz mənzil, siz getməmişdən qabaqcadan da bilirsiniz ki, bu mənzil qaynatanın və qaynananın mülkiyyəti sayılıbdır və siz də o evə gəlin getmişsinizsə, artıq o sizin ərinizlə sizin birgə mülkiyyətiniz hesab edilmir. Və bilin ki, o birgə mülkiyyət sayılmır artıq. Yəni, siz birgə mülkiyyət kimi sonradan məhkəmədə mən bura gəlin gəlmişəm və mən burada ərimlə yaşadığım üçün burada mənim payım var birgə mülkiyyət kimi o iddianı qaldıra bilməzsiniz. Artıq qaldıra bilməzsiniz. Xanım, nəinki mülkiyyət hüququnu, hətta yaşama hüququnu belə yox. Çünki mülkiyyətçi var burada artıq. Mülkiyyətçi sizin üçün kənar adamdır. Siz o həmin adamın ailə üzvü hesab olunmursunuz. Ailə üzvləri hesab olunan adamlar var. Ər, arvad, oğul, uşaq. Yəni, siz ancaq qeydiyyat heç bir qeydiyyat yaratmır. Yox, yaratmır. Bir məsələ ilə də bağlıdır. Məsələn, ata övladına vermək istəyir, amma problem görürsə, nəvəyə versə necə, boşananda necə olur? Məsələn üçün, mənim övladım, atam mənim övladımın adına... Bağışlama hüququ ilə nəvəyə bağışlaya bilər, ancaq nəvədə o hüququ vaxt yaranacaq ki, artıq nəvə 18 yaşa çatsın, ondan sonra mülkiyyət hüququnu qəbul edəcək. Yəni, mən bilirsiniz nə demək istəyirəm? Boşananda o mənim övladımın olan evi... Əmlak kimi bölünməyəcək ki? Əmlak kimi bölünməyəcək. Xeyr. Övladımda qalır. Nə deyirəm, 18 yaşa qədər o qorunur, 18 yaşına qədər o mülkiyyət forması almır. Ancaq 18 yaşa çatdıqdan sonra həmin o yəni evliliklər arası bölünmür. Mənim əsas odur ki, yəni nəvənin 18 yaşı artıq tamamdan sonra özü səlahiyyət. Maraqlı bir məsələyə toxundu. Düşünürəm ki, boşanma ilə bağlı, yəni biz psixoloqlar zaten ailə dəyərlərini qorumaq üçün çalışırıq. Mütləq. Ola bilər Fərqanə xanımın çıxışını biraz fərqli cür anlayar efirdəkilər, amma düşünürəm ki, Fərqanə xanım onu izah eləmək istəyir ki, bəli, hadis əgər olubsa, mənə görə şəxsən bir psixoloq olaraq ən azı 16 illik mənim fəaliyyətim var və en qədər ailələr görmüşəm, hətta boşanma məhkəmələrdə belə iştirak eləmişik. Düşünürəm ki, orada əsas məsələ nədir? Evli qalıb uşağa travma verməkdənsə, bəzi evlilər var ki, uşağa dəhşət böyük bir travmalar verirlər. Onlar düzgün şəkildə ayrılsınlar. Amma yenə də burada uşağın psixi durumu nəzərə alınmalıdır. Yaşı, bayaq yaşı önəmsədir. Mən düşünürəm ki, psixoloqlar bilir ki, 3 yaş, 7 yaş, 13, 14 yaş ən kritik yaşlar olduğuna görə 3 yaşa qədər boşanma olursa daha az travmalı biz görürük bu prosesi. 3-6 yaş arasında biraz hardasa yadda qalır, yadda qalmır, biraz daha travma az ola bilir. Amma 13-14 yaşında əgər valideynlər ayrılırlarsa, burada artıq bilirsiniz necə olur. Ananın yaşı çoxdur, atanın yaşı çoxdur. Onların da kriz dövrləridir, böhran dövrləridir. Çünki 35 yaşına qədər bizim kriz dövrlərimiz var zaten, böhran dövrlərimiz var. Və o dövrdə uşaq artıq digərlərinin fikrinə önəm verir. Amma mən efirdən öncə Fariz müəllimlə bir məsələni danışdım ki, bu yaxında bir elə o yaşda boşanan bir ailənin uşağı ilə mən danışdım. Dedim, yəni sən indi bunu sinifdə necə izah eləməyi düşünürsən? Belə baxdı, o məni hətta təsəlli verdi ki, Salih xanım, 29 uşaq oxuyur sinifdə, onun 18 artıq boşanıb ailələri. Mən utanmıram. Amma bu da yaxşı deyil. Mən buna da qətiyyən yaxşı deyil. Biz bunun əleyhinəyik. Biz bunun əleyhinəyik. Biz hər zaman əziz tamaşaçılarımız çıxış yolu olaraq maarifləndirməni o yöndə aparmışıq ki, Azərbaycanımızda ailə dəyərlərinə önəm verək. Çünki biz elə bir xalqın nümayəndələriyik ki, elə bir millətin mənsublarıyıq ki, bizim atalarımız, babalarımız, bizim ulularımız ailəyə üstünlük veriblər. Ailəyə, ocağa, bizim məsələn elə nənələrimiz, elə babalarımız var ki, onların maşallah olsun 90 yaşı olan nənə babalarımız var ki, onların ətrafında əyləşəndə nə qədər, neçə nəvələr, nəticələr, kötücələr var. Bu daha gözəl deyilmi? Bu daha gözəldir. Biz buna çalışırıq. Əgər ki, boşanmaya qədər gəliblərsə, hər ikisi ailə institutu olaraq bizim, yəni psixoloqlar kimi arzumuz odur ki, hər ikisi bir-birinə narsistik xarakterli, yəni düşüncələr, davranışlar etməsinlər.
Səndə də səhv var, səndə də səhv var. Gəl düzəldək, alınırsa, hər ikimiz sağalaq, davam eləyək. Nə qədər müddət lazımdır ona? Deyək ki, deyirlər ki, 3 il müddətində evləndikdən sonra o 3 ili əgər keçirdinsə, belə eşitmişik. Yox, tək 3 deyil, 3, 9, 12 və 19-cu illərdə problem ola bilir. İndi sizin dediyiniz kimi, deyək ki, bu insanlar artıq bir-birini həzm edə bilmirlər, artıq övlad da var və ağıllarından artıq bir boşanma keçirdirlər və ona getməmək üçün, o boşanmaya getməmək üçün, ailənin dağılmaması üçün neçə müddət onlar ayrı yaşayıb psixoloqların, hüquqşünasların, digər insanların məsləhəti ilə, tövsiyəsi ilə neçə müddət onlar mənə sağala bilərlər və bir-biri ilə yenidən qovuşa bilərlər. Yenə də fərdi xarakter daşır. Olur, individualdır. Ya individualdır, fərdi xarakter daşır. Ən azından təklif edə bilərik də. Yox, bilirsiniz problem nədədir? Fərqanə xanım yenə də onu bilirəm təsdiqləyəcək ki, bayaq biz yenə də bu məsələni qabardırdıq əslində. Ona, yəni tutam ki, özəl yerlərə, özəl bax bizim kimi müəssisələrə gəlib nə qədər müraciət eləyə biləcək ki, gəlib bizə hətta seansın sayını belə onlar bizə təyin eləyir ki, mən 3 seans gələcəm, ya məni düzəlt, ya mən ayrılım. Zaten mən həmişə deyirəm ki, qapıdan ikisi giriblərsə, bunlar ayrılmaq istəmirlər onsuz da. Qapıdan ikisi bir yerdə giriblərsə. Bəzən də günahkar axtarmağa gəlirlər. Sən psixoloq təsdiqləsin ki, sən günahkar kim olur? Yəni onu mən deyə bilmərəm hər ikisində. Mən də hər ikisində deyirəm. Yox, 3-cü şəxs, 4-cü şəxs. 3-cü şəxs qulaq asmaq da günahdır. Buyurun Çiməz xanım. Sovet dövründə adətən ailənin boşanmasının demək olar 4-5 səbəbləri var idi. İndi bəzi səbəblər, mən buradan etik qaydada onu deyə bilmərəm. Məsələn, o vaxtı Sovet dövründə içkiyə meyillik var idi. Sonra ailənin mentalitet xüsusiyyətlərinin, yəni qaynananın, qaynatanın, baldızın, nə bilim kimsəninsə müdaxilə olunması və sair səbəblər. Əsas gözə çarpan buydu. O vaxtı deməli Sovetskiy advokatura belə bir jurnal çıxırdı Moskvada. O jurnalda mütəxəssislər yazırdılar ki, ailənin ən möhkəmlənmə, ən pik dövrü, maksimum dövrü 10 il müddətə qədər davam edə bilər. Yəni 10 ildən sonra ailələr dağılmaz. Doğrudan da Sovet dövründə belə idi. 10 ildən sonra ailələr çox nadir hallarda pozulardı. Ancaq çox təəssüflə deyə bilərəm ki, uzun müddətdir mən vəkillik fəaliyyətindəyim və psixoloqların sözünlə tam razılaşıram. Burada fərdi yanaşmalar və ailənin dağılma səbəbi artıq 1 yox, 2 yox, 3 yox, çox rəngarəng, formaca müxtəlif. Sonra mahiyyət demək olar eynidir. Hamısı ailənin dağılmasına gətirib çıxarır. Mən onları saymaq istəmirəm. Çünki çox eybəcər formada ailənin dağılma səbəbləri var. Bunu hamıya şamil edə bilmərik. Hamıya şamil eləmirik. Mən hamıya şamil eləmirik. Yəni səbəblərin ümumiləşdirib mən bunu deyirəm. Bir də fikrimi tamamlayım. Xanımlar çox düzgün qeyd edirlər ki, artıq biz əgər bu dövrə çatmışıqsa da, ailəmizi mentalitetlə, adət-ənənələrlə qoruyub saxlaya bilmirsə, ailənin dağılmanın da bir mexanizm olmalıdır. Buna kör-körənə yanaşmaq olmaz. Çünki ailənin dağılmasında son nəticədə əsas əziyyəti çəkən uşaqlardırlar. Uşaqlar olur. Ona görə də uşaqlardan bir mexanizm kimi istifadə olunur. Silah kimi istifadə olunur. Mən çox acıyıram bu hala. Uşaqlar çox böyük travma alırlar. Çox doğru. Qadının yanında qalırsa, ananın yanında qalırsa, ataya qarşı bir silah hesab edir. Atadan aliment alır, onu görüşə qoymur. Bu nə deməkdir? Buna şuurlu yanaşmaq lazımdır. Hansı dövrdəyik? 21-ci əsrdəyik. Və fikirləşmək lazımdır ki, həmin uşaq cəmiyyət üçün şəxsiyyət yetişir. O şəxsiyyət elə yaralanır ki, o uşaq 10 ildən sonra, 15 ildən sonra özü sağlam ailə idarə edə bilməyəcək. Yaxud da kişinin yanında qalır. Ananın əxlaqından başlayırlar uşağa, olmayan şeylə. Ana haqqında xoşa gəlməz fikirlər söyləyir. Uşağı bəli, təsirlər göstərirlər. Uşaqlar çox böyük travmalar. Xanımlar düzgün qeyd elədi. Artıq sosial bir dövrə gəlmişik. Uşaqlar bəzən özü bizi idarə edirlər. Ona görə də bu valideynlərə mən üzümü tutub deyirəm ki, boşanma zamanı uşaqlardan bir silah kimi istifadə eləməyin. Xanım demişkən, psixoloqlara, hüquqşünaslardan öncə birinci psixoloqların yanına gedin, onlara müraciət edin. Uşaqlarınızı düzgün idarə edin. Müəllim deyir ki, yox, bütün hallarda ailə boşanmamalıdır. Ancaq xanım, bizim psixoloq xanımımız gözəl qeyd elədi ki, elə ailələr var ki, orada ailənin mövcud qaçılmazdır. Orada əksinə uşağı qoruyub saxlayıb o mühitdən çıxartmaq lazımdır. Çox doğru, çox doğru. Bir qeyd eləsək, yəni biz bu əhatə eləyə bilmərik.
Ona görə də mən hesab edirəm ki, bəli, psixoloqlardan mütləq indiki dövrdə ailələr istifadə etməlidir. Təşəkkür edirəm gözəl fikirlərinizə görə. Son nöqtədə yəni o idarə etmənin mümkün olmadığı halda artıq biz qanun da daxilində istifadə edirik. Çox doğru. Reklamlara ayrılırıq əziz tamaşaçılarımız. Reklamlardan sonra yenə çıxış yolunda görüşəcəyik. Birdavid Uşaq İnkişaf Mərkəzinin baş sponsorluğu ilə çıxış yolu reklamlardan sonra davam edəcək. Könlümə ruh verir Arifin səsi, muğamdır bulağı həm şəlaləsi. Könlümə ruh verir Yaqubun səsi, muğamdır bulağı həm şəlaləsi. Cabbarın Seyidin xanın nəfəsim, o sənət məskanı Qarabağdadır. Cabbarın Seyidin xanın nəfəsim, o sənət məskanı Qarabağdadır. Gözəldir ağlamın Füzulin bərdə, Şuşamın sorağı vardı hər yerdə. Gözəldir Ağdamın Füzulin bərdəm, Şuşamın sorağı vardı hər yerdə. Mehdini sansalar gündə yüzlərdə, onun da dərmanı Qarabağdadır. Mehdini sansalar gündə yüzlərdə, onun da dərmanı Qarabağdadır. İlham ocağı, Dədə Süleymandı sirli çırağı. Musiqi beşiği ilham ocağı, Dədə Süleymandı sirli çırağı. Vahidi mənsumu dağlar bulağı, muğamın sarvanı Qarabağdadır. Vahidi mənsumu dağlar bulağı, muğamın sarvanı Qarabağdadır. Gözəldir Ağdamın Füzulin bərdə, Şuşamın sorağı vardı hər yerdə. Qarabağlı oğlayam, başla bir muğaya. Qurbanayam səsinə, oxu diləcək. Salsalar gündə yüzlərdə, onun da dərmanı Qarabağdadır. Mehdini salsalar gündə yüzlərdə, onun da dərmanı Qarabağdadır.
təşəkkürlər Valid müəllim. Səsiniz var olsun. Çox təşəkkür edirəm. Telefon zəngimiz var. Alo. Alo. Hörmətli tamaşaçımız, eşidirəm mən sizi. Buyurun, sualınızı səsləndirin. Tamaşaçımız xəttə deyilsə, birazdan səsləndirər. Aha, alo, alo. yoxdur, mən gözləyirəm. Mən sizi eşidirəm, əzizim, eşidirəm sizi. Buyurun. Məni eşidirsiniz? Məni eşidirsiniz? Alo. Mən sizi eşidirəm. Alo, salam. Salam. Mən bu boşanma ilə əlaqədar bir sual vermək istəyirəm bu. Buyurun, Hörmətli buyurun. vəkillərimizə. Buyurun əzizim, buyurun. Bəs bu bizim gəlin boşanıbdır. Gəlin də demək olmaz ona. İndi nətər deyim, 3 ildir boşanıb, alimenti də vaxtında alır. Aha. Alır, amma bizi uşaqlarla nə atasına qoyur, nə... Görüşdürmür sizi uşaqlarla. Bəli, bizim boşanıbdır. 3 ildir boşanıblar. Aha. Amma ki, biz uşaqları görürük, özdə nəniyə də nəvələrini də göstərmir, babaya göstərmir, nalayıq hərəkət eləyir, onun pis sədaları gəlir üstümüzə. Detallara getməyək. Əsas məsələmiz nədir? Əziz bacım, əsas məsələmiz odur ki, siz uşaqları görmək istəyirsiniz. Uşaqları nəyirsiniz siz? Mən nəvələrimi görməməliyəm. Nənəsiz də nənə. Mənim gəlin qoymur görəm nəvələrimi. Görməlisiniz. Onlarla ünsiyyət yaratmır, nəlayıq sözlər deyir, Başa atasına düşdüm. da demir. Başa düşdüm əzizim. Atasını da qoymur görməyə. İndi bizim... alır. Bildim, indi vəkilimiz sizə suallar versin. Uşaqların da az yaşı yoxdur, 15 yaşı var, 11 yaşı var. Pis nalayıq sözlər danışırlar. Başa düşdüm. Başa düşdüm əzizim. Anladım sizi. Diqqətli qulaq asın. Bayaqlar Çimnaz xanım çox gözəl vurğuladı ki, Dinləyin, uşaqlar zəhmət bir olmasa. vasitə kimi istifadə olunur. Bəli, sizin bu vəziyyətdə də 15 yaşında uşaq nə vasitə kimi yox, tək 15 deyil, uşaqlar dedi. Bəlaca da var. Bəli, bəli, xanım, qeyd etmək istəyirəm ki, artıq deyirsiniz ki, 3 ildir, siz 3 il əvvəldən də o zamandan ki, bu xanım sizə göstərmirdi, ondan elə məhkəməyə uşaqla görüş ünsiyyət verə bilərdiniz. Sizin hüququnuz var idi. Həmin devirdə hər an ata istədiyi zaman əgər ana göstərmirsə uşağı və ya əgər alimentə vaxtında bəli ödəyirsə də məhkəmə yolu ilə uşaqla görüş və ünsiyyət artıq uşaqlar da böyük olduğu üçün sərbəst görüş və ünsiyyət görüş və ünsiyyət hüququ tətbiq olunur. Və qeyd etmək istəyirəm ki, o devirdə, əgər indi sizin münasibətlərinizi bilmirəm, indi əgər icra qaydasında da siz onu tam izah etmirsiniz, icra sizə görüş verilibdirmi? İcra qaydasında uşaqlar görüşmək istəyirmi atası ilə? Uşaqlar qızı görüşmək istəyir, oğlu da uşaqdır, niyə görüşmək istəmir? Artıq xanım 11 yaşda var, yenə də dediyim kimi məhkəmə qaydasında uşaqla görüş və ünsiyyətlə bağlı mediasiya ilkin olaraq mediasiya qaydasında çox gözəl mediatorlarımız var. Burada hətta mediasiyaya getsəsiz, bəlkə də elə mediasiya mərhələsində siz onu görüş və ünsiyyəti razılaşa bilərsiniz. Siz Azərbaycanın hansı bölgəsində yaşayırsınız? Yox, icrası deyir, mən ondan işim yoxdur. Qətnamə var, icra olunmur. Odur məsələ, düzdür, əzizim? Bəs verim, gətirmə, gətir. Əvvəl verdi, qətnamədə icra olundu. Qətnamə verildi ki, Asiya qızı verdilər Asiya. O başqa şeydir. Balacanı, 11 yaşlını. Aha, bildim. İndi bir məsələ var. Baxın, belə olan məqamda, hörmətli vəkilimiz, bəlkə o uşağın 15 yaşı var, uşaq özü görüşmək istəmir, icraçı da ona görə qalıb belə. Dedi ki, də görüşmək istəyir. Və deyir ki, ikisi də görüşmək istəyir. Mən sualı verdim ki, görüşmək istəyirlər Matayla. Niyə görüşmək istəyirlər? Ana qoymur. Qız deyir atadadır. Qız atadadır, balaca qız atadadır. Mən də qarışdım. Atadaydı, məhkəmə vermişdi ataya. Amma gəldi, ana həyətdən apardı uşağı. Xanım, o düzgün deyil, o ailə münaqişəsidir. Qanunla ataya verilibsə, həyətdən apardı, gətirdi. Onlar başqa bir şeydir. İcra qaydasında görüşlə, bilirsiniz necə, artıq ağında ata götürsün, icraçıya müraciət eləsin. İcra qaydasında baxılır ki, icra onu təmin eləməlidir. Məhkəmə qanunu qüvvəsinə almış qətnamə varsa və o qanunu qüvvəsinə almış qətnamə ilə artıq ataya verilibsə də, uşağın da qeyd etdiyiniz kimi 10 yaşından yuxarıdır hər iki uşaq. Görünür ki, məhkəmə devrində, bəli, məhkəmə devrində uşaq demək atanı istəyibdir.
Ana onu necə məcbur apara bilər? Çünki 10 yaşından yuxarı uşağın məhkəmədə fikrini bildirirlər və fikir də söz haqqında nəzərə alınır. Və bir məsələ var. Axı burada uşağa məcbur eləmək olmur, hə? Mən də onu deyirəm ki, o necə məcburən tətbiq aparıbdır? eləmək olmur. Uşağın 15 yaşı var. Biz demişdik icradan gəlib evə boşanandan sonra ailəyə baxılmalıdır, görək o uşaqlar necə yaşayır, hansı təzyiq altında olur. Deməli o evdə də gəlib Siz icra hakimiyyətindən danışırsınız. O başqadır, qəyyumluq başqadır. İcra şöbəsindən Qəyyumluq başqadır, icra probasiya. 15 yaşını, 10 yaşını O mərhələ keçib, icra icra şöbəsindən probasiyadadır. danışır. İcra hakimiyyətinin şöbəsindən danışmır. Yox, icra hakimiyyətində danışmıram. O Qəyyumluq, o Siz icra dediyiniz hakimiyyətidir. icra hakimiyyətinin Qəyyumluqda şöbəsində. gedib Onlar baxsalar, baxırlar, məhkəmə evində baxırlar. onun yaşında uşaqdan sorsalar, hamısının əlində telefonu var da, istəsələr də zəng eləyərlər də atalarına, Onsuz da yazarlar. məhkəmə fikir bildirib ki, birini verib atıya 10 yaşına yuxarı uşaq görünür özü atanı istəyibdi. Məhkəmə Sonra təzədən zamanında qayıdıb Onlar bir anasının sual yanına. verin, xəttədir. Xəttəsiz. xanım icraat Onlar bir sual verin, 15 dəqiqləşdirmə mən aparaq. saxlamışam. Bir dəqiqləşdirmə aparmaq olar. Məhkəmə qətnaməsi çıxanda orada görüş yazılıb, yazılmayıb. Yazılır, görüş yazılır. Həftədə 2 gün. Qətnamə icra olunmur da, icra olunmur. icra qayıb. 2 gün görüş verir. Həftədə 2 gün görüş görür. Amma qoymur, ana onu əməl eləmir. Başa düşdüm. İcra Siz aparılır. yaxın ərazidə yaşayırsınız. Bir dəqiqə. Bir sözlə ana ilə bacarmaq olmur. Başa düşürəm. Onun anası ilə. Başa düşdüm. Uşaqların anası ilə. Hörmətli nənə, siz bir ərazidə yaşayırsınız, yaxınsınız bir-birinizə. Yoxsa biriniz bir şəhərdə, biriniz bir şəhərdə yaşayırsınız. Uşaqlar harda yaşayır? Atadan çoxmu uzaqdır? Atadan çox uzaqdır uşaqlar, nənə? Yox, yaxındadır. Qoy sual verin. Uşaq o 15 yaşında oğlan Yaxında. uşağı, 15 yaşında Yaxında uşaqlar, amma biz görə bilmirik. Gedəndə Bax qurban olum sizə. Bax Siz görün nə siz harda deyirəm. yaşayırsınız? Bax o 15 yaşında oğlan uşağı ki var, 15 yaşı var da 15 yaşında Şah İsmail Xətai torpaqlar alırdı, Azərbaycanda dövlət qururdu. 15 yaşında bir igiddən danışırsınız. Bu 15 yaşında uşaq artıq yetkinlik yaşına çatmış bir yeniyetmə. Yaxın ərazidəsə o özü gəlib, qaçıb gəlib atasını görüb, öpüb, qucaqlayıb qayıtmır. Hə? bir dənə sual, baxın. Özü cavablandır. Bax, nənə, ay nənə, qurban olum sizə. Bu uşağı, Yaxşı bu verin. uşağı məktəbə qoymuşam. Bülbül adına məktəbə qoymuşam. Aha, Bakıda da. 5 il oxuyub diplom almalıdır. Gözəl. Uşağı aparıb onlardan yayındırıb. Mən necə eləyəcəm? Necə olsun o uşağın axırı? Qız uşağıdır. Sabahdan onun diplomdur da. Düz deyil. İki uşaq hazırlaşdıran evdə ana kimin onu Düz deyilsiz. pulunu alan oturar da. Düz Qız deyilsiz. uşağı. Mən onu düşünürəm, onun anası da onu düşünmür axı. Və nənə olaraq düşünür. Uşaq özü dərsinə gedə bilər, yaxın Yox, bu ərazidirsə. 11 yaşında qız uşağından danışır da. Bilmədikdən Əyinlərinə paltarı güclə almaq olmur. Onların istəmədiyi şeyi elətdirmək olmur. yəni təhsilə davam etmək istəyirsə, özü Yol məcbur göstərin, eləyəcək anası. zəhmət olmasa Valla çıxış yolu göstərdi, amma göstərin. bizi Nənə nə dinləmir. etsin? Nənə razılaşmır. Bizlə dinləmir bizə. Naməsi varsa bir dəqiqə dinlə. Xanım dinlə, xahiş edirik. Ancaq ana ilə düşmür. Ya ana haqqınız aqressiya zəhmət göstərirsən olmasa xahiş anda. edirəm. Telefon zəhmət olmasa hörmətli maşını redaktorumuz. yumşaq gedib. Çox xahiş edirəm sizdən. Baxın, hörmətli valideynlər, hörmətli nənələr, babalar, bax başımızın tacısınız. Amma bir məsələ var. Görürsüz, deyirsiniz ki, uşağın o qız uşağını, gələcəyini düşünürsünüz ki, mən onu Bülbül adına məktəbə qoymuşam ki, gələcəkdə əlində bir peşəsi sənəti olsun. Öpürəm sizi yanağınızdan, əlinizdə gözəl iş görürsünüz. Amma indi bir məsələ var. O qız uşağı sizin bu səsinizi, bu verilişlər hamısı qalır. O qız uşağı gələcəkdə 17-18 yaşında bu verilişə baxanda deyəcək, aha, mənim nənəm anam haqqında yaxşı olmayan bir ifadə işlətmişdir. Onda, hörmətli nənə, o uşağın sizə qarşı ikrah hissi yaranacaq. Çünki onu o dünyaya gətirib, baxı, anası odur. Sizin onun üçün çəkdiyiniz o əziyyət var, Bülbül adına məktəb aparmışsınız, xətt çəkmişsiniz, aparmışsınız, gəlmişsiniz. Heç biri olacaq onun gözündə heç nə. Uşaqların əgər yanında hörmət qazanmaq istəyirsinizsə, ola bilər anasının müəyyən xarakteri var ki, siz onu qəbul eləmirsiniz. Amma uşağın yanında onu deməyin. Özünüz üçün deməyin, ha. Ürəyinizdə deyin, qonşu ilə danışın, qovumla danışın, ürəyinizi boşaldın. İnsanlıq da, amma uşaq onu eşitməsin. Deyib, bax, psixolog danışır, mən danışmıram. Buyurun, Müsalə xan. Uşaqda nə yaranır?
Sərgənə xanımla əslində belə biz göz-gözə danışmağımızı təsdiqləyirik. Göz-gözə danışmayın, həqiqətən. Yəni bilirsiniz necə? Məsələn, ana atanı pisləyir, ata ananı pisləyir. Başa düşmürlər ki, o sizin probleminizdir. Mən hər zaman deyirəm, ər-arvad, cütlük kimi yola getməmsinizsə, bura qaynananı da bəyənməyə bilər, kürəkən də bəyənilməyə bilər, yeznə də bəyənilməyə bilər. Hətta mən boşanan ailələrə mütləq şəkildə bir şey tapşırıram. Yəni düşünürəm ki, burada ananı, atanı bir-birinə qarşı qaldırmaq olmaz və ən böyük problemlərdən biri nənənin ümumiyyətlə ananı ya da atanı pisləmək haqqı yoxdur, heç babanın da yoxdur. Səbəb nədir? Bəli. Əslində səbəb nədir? Bilirsiniz necə? Tutam ki, uşaq eşidir, daimi eşidir ki, anasını pisləyirlər bu ailədə. Nənənin evinə gəlir, ananı pisləyirlər. Ora gedirlər, atanı pisləyirlər. Uşaq qalır iki tərbiyənin ortasında və bir şəxsiyyət kimi formalaşa bilmir. Sonra hər ikisinə qarşı üsyan qaldırır. Axırda da deyirlər ki, bu uşaq kimə oxşadır? Bizdə belə bir uşaq olmamışdı. Düz deyir. Başa düşürsünüz? Bax budur. Cavabımı verdi mənim. Şəxsiyyət belə Psixolog cavabımızı verdi. Boşanmağı yansıtmaqdadır. Yəni ata-ana sakit olursa sözünü biraz açıqlayın Baxın, görüm. bir insan hər şey həyatda yaşaya bilər. Boşanmaq da insan üçündür, evlənmək də insan üçündür. Hər şey. Amma bu yaşantını elə yaşamaq lazımdır ki, maksimum zərərlə. Yəni zərərsiz yaşamaq. Reklamlara ayrılaq. Bir David Uşaq İnkişaf Mərkəzinin baş sponsorluğu ilə çıxış yolu reklamlardan sonra davam edəcək. Əziz tamaşaçılarımız, davam edirik. Bizə çoxlu sayda tamaşaçılarımızın sualları var. Mən istəyirəm ki, o suallardan da səsləndirəm. Məsələn, bir sualımız var. Ailə münaqişəsi olan, belə deyək də, bir situasiyadır. Əmi zəng edib. Əmi deyir ki, qardaşımın ailəsidir. Qardaşım da deyir, uşağa şiddət göstərir. Həyat yoldaşı da şiddət göstərir. Yəni, bunlar ikisi bir-biri ilə münaqişə zamanı ortada qalır uşaq. Mən deyir, uşağı öz himayəmə ala bilərəm. Qanun nə deyir buna? Buna mənim ixtiyarım, icazəm varmı? Mən ümumiyyətlə bununla bağlı müraciət edə bilərəm harasa. Şiddətin müxtəlif formaları var. Çox müasir problemdir. Bununla bağlı Ana və Uşaq Problemləri Komitesi artıq 2 ildən çoxdur bununla bağlı böyük bir layihə hazırlanıb və hal-hazırda da o layihənin üzərində biz vəkillər də o layihənin ətrafında köməkli işləyirik. Şiddətin müxtəlif formaları var. Təbii ki, bu şiddətin real olması, yəni səhər sübut olunması üçün onun həmin əmi əlində müəyyən sübutlar olmalı. Məsələn, uşaq döyülür, söyülür, iqtisadi şiddət var, mənəvi şiddət var, fiziki şiddət var, psixoloji şiddət var. Onu səhər həmin valideynlərdən doğru düzgün indi hesab eləsək ki, valideyndirlər, o valideynlərdən almaq üçün gərək əminin arasında onda müəyyən dərəcə sübutlar olmalıdır. Sübutlar olmalıdır. Məsələn, o sübutlara video, şəkil, səs yazıları, məsəl üçün xəsarət alıbsa ərazi üzrə həkimə, polisə müraciət etmək olar. Bunları aldıqdan sonra, yəni müəyyən dərəcədə əlində müəyyən mükəmməl qaydada əsaslı bir sübut olduqdan sonra belə müraciət edə bilər və dövlət də buna çox ciddi yanaşır. Ciddi yanaşacaq. Ana və Uşaq Problemləri Komitəsi yaza bilərlər, ora müraciət edə bilər. Rayon İcra Hakimiyyətindən Qəyyumluq Himayəçilik Şöbəsinə müraciət oluna bilər. Əgər uşaq doğrudan da ciddi dərəcədə şiddətə məruz qalırsa, eyni zamanda rayon polis idarəsinə müraciət edə bilər. İndi bir məsələ var. Məsəl üçün, təzyiq görən uşaqlarla bağlı, deyək ki, qonşunun xəbəri varsa, təzyiq görən uşaqla bağlı qonşu müraciət etmək istəyir. Amma qonşu düşünür ki, mən müraciət edəcəm, sonra deyəcəklər ki, hansı qonşu dedi, filan qonşu dedi. İndi bu qonşu müraciətinin anonim saxlanılmasına etibar edə bilərmi, güvənə bilərmi? Təbii. Buyurun, Zəhmət olmasa, hüquq nə deyir, qanun nə deyir burada? Bununla bağlı, bəli, anonim saxlanıla bilər və mən eyni zamanda bu da bizdə Azərbaycanda son dövrdə böyük problemdir. Şiddət göstərilmə. Hətta Azərbaycanın ərazisində, rayonlarda, kəndlərdə, Bakının özündə belə ailələrdə götürək ki, bir nəfər əlildir. Həmin əlil adamı ailədə tamamilə başqa bir şəraitdə saxlayırlar. Pis şəraitdə, onun aldığı, məsəl üçün, müavinəti pensiyanı istifadə edirlər, özünü həmişə alçaldırlar ailədə, ona doğru düzgün yemək verilmir. Əgər bundan hər bir kəsin xəbəri varsa, bu vətəndaş borcudur. Qonşu da bunu məlumat verməlidir.
təbii ki, onun anonimliyi də saxlanılmalıdır. Saxlanılır Bəli, mı? qorunur. Yəni onda biz Saxlanmalı. qonşulara belə deyək də, yəni bu cür hallarda siz əgər müraciət edəcəksinizsə, güvəndəsiz, arxayın ola bilərsiniz. Anonimlik Hara qorunur, müraciət bəli. etməyinizdən asılı olmayaraq sizin müraciətiniz bəli. anonim saxlanılacaq. Hətta Nuranə xanım, Bəli. mən üzümü tuturam Vətəndaşlar efirə, yəni ehtiyat bütün edirlər Azərbaycan bundan. üçün bunu, məsəl üçün, hamıdan xahiş edirəm. Bəli. O cümlədən müəyyən dövlət orqanları var. Məktəblər, Bəli. müəllimlər, ondan sonra icra hakimiyyətləri, bu icra hakimiyyətinin kənddə, rayonda, qəsəbədə olan nümayəndəlikləri, sahə üzrə müvəkkillər, bunun haqqında məlumat olduqda mütləq tədbirlərini görməlidirlər, mütləq xəbərdarlıq eləməlidirlər. Çünki son vaxtlar bax ailə uşaq problemlərinin nəticəsində belə şiddətlər də var ailə daxilində. Nəinki orada yenə son nəticədə hətta qardaş bacı arasında, oğul ata anasında, ana övlad arasında olan bu şiddətlər genişlənir. Bəli, çox Və doğru. əvvəl düzdür, bunu müəyyən dərəcədə mən deyə bilərdim ki, mentalitet qaydasında kəndin bir ağsaqqalı olurdu, bunu idarə eləyirdi. Ancaq artıq dövlət görür ki, bununla idarə olunmur. Ona görə də biz nəinki bu, hətta tarixindən danışa bilərəm ki, bu nəinki Azərbaycanda ən inkişaf eləmiş ölkə. Birinci Almaniyada yaranıb bu qanun. Almaniyada bu şiddət ailə daxilində yarandığına görə birinci Almaniya qəbul edib, ondan sonra Avropa İttifaqında qəbul olunur. O cümlədən bizim Azərbaycan da həmin qanunun hazırlanmasında, kodifikasiyasında iştirak edib və müəyyən öhdəliklər götürüb. Eyni zamanda və orada yazılır ki, Azərbaycanın milli dəyərləri. Çünki bundan bəzən ailə daxilində geniş danışmaq olar, istifadə edən adamlar da var. Aydındır. Məsəl üçün bizim tanınmış hüquq müdafiəçimiz var, Mehriban xanım Zeynalova. Ona təşəkkür edirəm. Azərbaycanda hələ bu başlanmamış birinci xanım başlayıb. O gözəl bir case danışdı bizə, biz o tədbirdə olanda. O bildirdi ki, hətta bir ailədə biz getdik, gördük ki, kənddə 2 dənə bacı, ikisi də xəstədir, şikəstdir. Orada kənd soveti, icra nümayəndəliyi, qonşu, yəni hər bir insanın borcudur bunu. Bunun haqqında məlumat vermək. Aydındır, təşəkkürümü bildirirəm. Və bizim digər bir sualımız var. Deməli, vətəndaş soruşur ki, icra şöbəsi, yəni icra probasiya şöbəsi məhkəmədən sonra uşaqla görüşü təmin edə bilmirsə, ata nə etməlidir? İlkin olaraq. Mən Nurayna xanım, artıq əgər icraçı, yəqin ki, burada mən sizə deyim ki, əminliklə deyim ki, icraçı qarşı tərəfə bildirir anaya ki, gətir uşağı görüşə, gətir. Burada artıq ana yayınır, ana gətirmir görüşə. Bununla bağlı artıq icra qaydasında da məhkəməyə verilir və həmin xanım, burada qeyd etmək istəyirəm televizya tamaşaçılarına ki, bilməyin ki, cəzası yoxdur. Və burada da artıq, bəli, qeyd etdim, izibati qaydada. Məsələn, icra şöbəsi 5 dəfə ananı çağırır ki, uşağı gətir, ata gələcək. Onda götürür sənədlərinə bağlı, icra qaydasını götürür sənədlərinə, izibati qaydada məhkəməyə müraciət edir və xanım izibati qaydada cərmələnir. Müəyyən məbləğdə İcra şöbəsi özü müraciət edir. Bəli, məhkəməyə verir, bəli, özü verir sənədlərindən biridir. Orada artıq izibati qaydada xanım barəsində bilin ha. Bunu icra, məhkəmənin qanun qətnaməsi icra olunmalıdır. İcraçı da dəfələrlə bildirdikdə, xanım gətirmir ki, yox mənə nə olacaq və yaxud da uşaq kişidədirsə, yox mənə nə olacaq, nə eləyəcək. Xeyr, burada izibati qaydası cərmə gözləyir. Cərmə var. Bəli, sonradan izibati qaydada sizi həbs belə gözləyib, indi qadınlarda çox vaxt olmur, yəni ki, uşaq artıq himayəsində az yaşlı olanda, yəni orada yenidən qadın artıq məbləğdə, bayaqlar tutaq ki, 500 manat cərimə olmuşsa, indi ondan da artıq məbləğdə cərimə gözləyə bilərsiniz və qeyd etmək istəyirəm ki, burada hətta qətnamənin icra olunmaması ilə bağlı 306-cı maddəsinə bağlı, boyun qaçırılıb yayılmasına bağlı cinayət məcəlləsində birbaşa azadlığı məhdudlaşdırması el dilində qolubaq deyilir. Bizdə bilirsiniz. Amma qanuni dildə azadlıq məhdudlaşdırması deyilən müəyyən ərazini tərk etməməklə cəza alır və hətta azadlıqda məhrum etməyə qədər cinayət məsuliyyətinə cəlb olunur. İndi bir məsələ var. Əgər icra şöbəsi bunu təmin edə bilmirsə, təmin etmirsə demirəm, təmin edə bilmirsə. Çünki qarşı tərəf elə aqressiv formada gəlir ki, yəni icra probasiya şöbəsində və yaxud da uşaq istəmir. Alternativ halı ən çox yayılmış forması uşağın istəməməyidir. Bunu da demək olar ki, bəzən demək olar ki, tam məsuliyyətlə deyirəm ki, uşaq istəsə belə onu bayaq dediyimiz kimi uşağı bir alətə çevrilir, kimin uşaq yanında qalırsa onu elə öyrədirlər ki, uşaq ilk gəlmə deyir ki, mən bunu istəmirəm. İstəmirəm. Belə halda, bəli, belə halda nə edirlər? Deməli, qanunla nəzərdə tutulan halda, nə etməlidirlər? Deməli, Sosial Müdafiə Xidmət Agentliyindən, Sosial Xidmətlər Agentliyindən, bəli, rayon şöbələrindən deməli, psixoloqlar dəvət olunur. O psixoloqlar müəyyən müddətdə uşaqlarla işləyirlər. Əgər uşaqda doğrudan da hər hansı bir dönüş yarandıqda,
artıq uşaqla valideynin görüşünü təyin edilir. Ünsiyyət yaranır. Ünsiyyət O psixoloqlar uşaqla görüş zamanı bir sual qaldı, bir sualdan bir suala keçdim. Daha doğrusu cavabınızdan sual doğdu. Deyək ki, psixoloqu dəvət ediblər. Ata uşaqla görüşmək istəyir. Ata ilə psixoloq təkbətək otaqda mı ikisi görüşəcəklər? O necə tənzimlənir? O otaqda kim olmalıdır? Praktika bundan ibarət. Əsas uşaqla görüşür. Bir cavablandırın. O otaqda kim olmalıdır? Psixoloq əvvəl uşaqla işləyir, müəyyən müddət. Uşağı yetişdirdikdən sonra artıq... Mən anladım. Baxın, deyək ki, icra probasiya şöbəsi heç cür görüş ala bilməyib, təklif edib ki, psixoloq dəvət edək. Ana uşağı gətirib, ata da gəlib, nənə də gəlib, əmi də gəlib, əminin həyat yoldaşı da gəlib, uşağı görməyə gəliblər. Psixoloq da gəlib. Deyək ki, psixoloqu da rayon icra hakimiyyətindən göndəriblər. Həm deyək ki, o komissiyanın üzvüdür, birini göndəriblər. İndi o otaq ki var, o otaq. Yox, bir dəqiqə. Bilsinlər. O otaqda ata ilə uşağın görüşüdür. O otaqda ata və uşaqdan başqa kim ola bilər? Bir dəqiqə. İcra qaydası başqadır. İcra qaydasında. Uşaqla müəyyən müddət uşağa müddət ayrılır. Uşaq psixoloqla ayrıca, psixoloq daha doğrusu uşaqla müəyyən müddət işlədikdən sonra qərara gəlir, rəy verir ki, ata ilə görüşə bilər. Yəni o görüş sırası təşkil olunmur, həmin dəqiqə təşkil olunmur. Psixoloq özü tək görüşür. Psixoloq özü tək görüşür uşaqla. Tək, ilkin olaraq. Bəli, ilkin yox, bir neçə seans keçirilir. Seansdan sonra rəy verilir, bəli. O rəydən sonra nəzərə alınır artıq, mümkündür, mümkündür. Bir də üzr mümkündür. istəyirəm, neçə yaşa qədər? Yaşdan asılı olmayaraq. Yaşdan asılı olmayaraq. Yəni 18 yaşına qədər nəzərdə tutulur təbii ki. Psixoloji ekspertizası var. O müəyyənləşdirir ki, yəni məhkəmə. Çünki nəyə görə? Çünki yəni qanunvericiliyə görə indi hamımız məhkəmə qaydası. O məhkəmədə O məhkəmə qaydası. Yox da, yəni hal-hazırda başa düşdüm. Hal-hazırda bugünkü gün psixoloqun məcbur göndərilməsi hansı hüquq əsasında tənzimlənir? Məsələn, tutaq ki, mən də başqa bir psixoloq gətirə bilərəm, məsələn, ya digər başqa bir psixoloq gətirə icra qaydası. Yox, mən o demək istəyirəm. Yəni icra məmuru hansı hüquq əsasa görə mən sual verdim, bu sualını tamamlayıb verin cavabını. Hansı hüquq əsasa görə icra məmuru Əmək və Əhalinin Sosial Nazirliyi Sosial Xidmətdən Agentliyindən psixoloq dəvət edilir. Hansı hüquq əsasa görə? İcra məmurunun özünün qərar qəbul eləmək var, işin mümkünsüzlüyünə görə, uşaqla valideynin mümkünsüzlüyünə görə. Oradan dəvəti deyirəm. Bir dəqiqə dinləyin, xahiş edirəm. Sual verdiniz. Mən cavab verirəm. Buyurun, cavablandırın. Qərar qəbul edir. Həmin qərarın əsasında sosial xidmətə müraciət edir. Sosial xidmət psixoloq ayırır. Və psixoloq özü müddətini, zamanı müəyyən edir ki, uşaqla hansı saatda, nə müddətdə onun görüş keçiriləcək. O bir neçə seansdan sonra artıq psixoloq qərara gəlir ki, bu uşağın valideynlə görüşməsi mümkündür ya mümkün deyil. Və yaxud da ki, akt o rəy verir. Bunun haqqında rəy verir. Axı rayon icra hakimiyyəti komissiya verir axı rəy. Yəni onların bir dəqiqə xahiş edirəm. Məhkəmə devri başqadır. Komissiya Qəyyumluq Himayəçilik Şöbəsində xüsusi komissiya var. Uşağın valideynin yanında qalması bu başqa bir şeydir. Ekspertiza başqa bir şeydir. Ekspertizanı təyin eləmək icra hakimi, icraçının səlahiyyətində olan şey deyil. Onu məhkəmə də eləyir. Bizim dediyimizə artıq icra, məhkəmə qətnaməsi Qəyyumluğun da rəyini alır. Siz dediyiniz kimi ekspertizanın da rəyini alır və yekun qətnamə çıxarılır. Qətnamənin icrasının mümkünsüzlüyü şəraitində, yəni könüllü şəraitdə bunu icra eləmək mümkün olmadıqda ondan sonra psixoloq dəvət olunur və ardınca psixoloqun rəyindən asılı olaraq əgər valideyn qəsdən ata və ana olmağından asılı olmayaraq qəsdən məhkəmə qətnaməsinin icrasına mane olanda və ya qısa və konkret Günay xanım izah elədi ki, inzibati tədbirlər, inzibati tədbirindən sonra həbsə qədər gedib çıxa bilər. Aydındır, təşəkkür edirəm. Məsələ burasındadır ki, deyək ki, ata gəlir dəfələrlə icra probasiya şöbəsi heç cür görüşü təmin edə bilmir. Ata özü icra şöbəsindən tələb edə bilərmi ki, siz qarşı tərəfi məhkəməyə verin? Tələbi ata qoya bilirmi? Yox, biri var ki, icra şöbəsi işi görə bilmir, yetərsizdir. Görə bilmir, atanın tələbi əsasında görə bilmir də. Ata onsuz da demək tələbkarlığını eləyir. Bundan sonra artıq icraçı anaya məlumatı bildirir ki, bəs gəlir bu tərəf, qarşı tərəf. Çox adam var ki, məsəl üçün gedir, gəlir, 3 ildir gedir, gəlir, uşağını da görə bilmir. Mən bilmək istəyirəm, mən tamaşaçıların adından sual verirəm. Əlbəttə, inzibati qaydada çıxar. Bəs və qanunda sadaldığımız kimi inzibati qayda çıxarılır. Nurayna xanım, deməli, icra sənədində yazılır. Tələbkar kimdir? İddianı qaldıran tərəf. Artıq biz nəzəriyə keçdik. Çünki tələbkar, iddiaçı şəxs icra vərəqindən sonra artıq olur tələbkar. Və cavabdeh olur icra vərəqində, borclu. Və icra nümayəndə, icra və probasiya yox, icra şöbəsi. Bu qanunu icra eləmək onun borcudur. Borcudur. Vəssalam. Deməli, əziz tamaşaçılarımız tərəfindən burada bir sualımız da var.
uşaqlar ögey ananın himayəsindədir. Uşaqlar ögey ananın himayəsindədir. Ayrılıblar, daha sonra ata evlənib və uşaqlar ögey anadadılar, yəni atanın himayəsindədir. Ata rəhmətə gedib, dünyasını dəyişib. Ana yenidən uşaqlarını ala bilərmi? Bəli. Geriyə ala bilərmi? Təbii ki, təbii ki. Aha. Hara müraciət edir, necə müraciət edir? Necə? İstəsələr, bəlkə orada dayanın, bir-biri o nüansları izah edəcəm, o nüansları izah edəcəm. Hüquqi tərəfini siz deyin, psixoloji tərəfini siz deyin. Təbii ki, burada xanım düzgün qeyd elədi, uşaqların mütləq rəyi nəzərə alınacaq. Ancaq qanun bir mənalı nəzərdə tutur ki, valideyn, sağ valideyn varsa, o deməli valideyn olmayan şəxslərin himayəsində olan uşaqları tələb eləyə bilər. Ancaq burada yenə məhkəmə zamanı Qəyyumluq Himayəçilik Şöbəsinin rəyi mütləq olacaq və bundan sonra eyni uşaqların rəyi nəzərə alınacaq. Elə uşaq var ki, artıq mən alışmışam o şəraitə, mən onu doğma qəbul eləmişəm. Bəli, əgər 10 yaşdan yuxarıdırsa da, burada mütləq uşaqların rəyi nəzərə alınacaq. 10 yaşa qədər bütün faktiki hallar nəzərə alınaraq məhkəmə qətnaməsi onun əsasında çıxarılır. Hansı halda olur? Elə bir mənim də əlimdə elə bir hadisə var idi. Analığı o qədər gözəl baxmışdı ki uşaqlara. Atası rəhmətə getdi, elə 3 ildən sonra atası rəhmətə getdi. O 3 il ərzində analıq o qədər gözəl ana obrazını oynadı ki, öz analarının yanına qayıtmaq istəmirdilər. Hətta rəy üçün mənə də müraciət olunmuşdu. Düzdür, mən belə deyim də MMC olduğuma görə mən birbaşa məhkəməyə kağız versəm də, amma yenə başqa qurumlardan da gəlir, ancaq təkcə mənimki nəzərə alınmır. Düzdür, mən də dəvət ediblər bəzən görüşlərə və orada qızın bir sözü var idi, mənim heç unutmuram, yadımdan çıxmır. Hər görüşdə o şeyləri yadda saxlayıram. Dedi ki, yaxşı ana olsaydı mənim atam görüşə aparırdı, amma o görüşə gəlmirdi. Atama acıq olaraq gəlmirdi. Yaxşı ana olsaydı gələrdi, bizim sevgimizi itirməzdi. Biz də bu analığı atmayacağıq. Dövlət versə də biz gedib dedik, hətta uşaq evində qalacağıq. Mən bir şey qeyd elədim dediyim sözün sonunda. İndi yəqin ki, məni hüquqşünas göydə tutur. Çünki işin faktiki halından çox şey asılıdır. Ola bilər ki, ananın uşaqlara, valideynə verilməsi analıq hüququnun məhrum edilməsi ilə bağlı ola bilər. Yox, üzr istəyirəm, sizlər yox. Məsəl üçün, biz işin faktiki halları cürbəcürdür. Ümumilikdə ola bilər. Belə halda ümumiyyətlə o analıq hüququndan məhrum olunmuş şəxs gərək o analıq hüququnun məhrum olunması ləğv olunsun ki, sonra o uşağı tələb eləsin. Və siz deyən doğrudur, bəzən görürsünüz ki... Amma anası alimentdən də qaçırdı. Bax, orada o məsələ də var idi, hər şeydən qaçırdı. Alimentdən də qaçırdı. Bəli, işin faktiki halları çox şey yazılır. Biz sosial yardım alırıq. Yoldaşımdan boşanmaq istəyirəm. Aliment kəsilərsə, sosial yardım da kəsiləcəkmi? Aliment alır. Biz sosial yardım alırıq. Yoldaşımdan hal-hazırda boşanmaq istəyirəm. Bizə uşaqlara görə yəqin ki, aliment düşəcək də, bizə aliment kəsiləcək. O aliment kəsildiyi anda biz bu aldığımız sosial yardımı dövlət dayandıracaqmı? Onu bilmək istəyir. Kimə verilir? Orada aydınlaşma, o sosial yardım kimə verilir? Ərə mi verilir, arvadana verilir? Ailəyə verilib də. Yəni, sosial yardım bəlkə kişi 50 ildə ona görə verilibdir, bəlkə qadın 50 ildə ona görə... Bir neçə variantı deyin də onda siz. Yəni, orada araşdırmaq lazımdır ki, o sosial yardım bəlkə kişi xəstədir, kişinin xəstəliyinə görə verilibsə, bu ayrılandan sonra da o yardım o kişiyə çatacaq. Yox, aydın məsələdir ki, kişi xəstədirsə, əlilliyi varsa da alimenti necə verəcək bəs? Alimenti necə verəcək? Orada yenə də baxır ki... Mən bu suala belə ümumi cavab verə bilərəm. Çünki sual ümumi olduğuna görə belə bir cavab verə bilərəm ki, konkret bu halda biz... Yəni, sosial yardım alan ailələrdə boşanma hadisəsi baş verərsə, aliment düşərsə, o sosial yardım ortadan təzdən müraciət eləyə bilər, əsaslar götürə bilər, müəyyən bir əsaslarına təzdən sosial yardımın ümumiyyətlə təyin olunması alimentlə bağlı olan hal deyil. Bəli. Ona görə də sosial yardımın... Adam da ona görə soruşur ki, mən boşansam ərimdən, 3 uşağım var, 3 uşağa aliment kəsiləcək. Onda mən sosial yardımı verəcəklər, verməyəcəklər. Reklamlardan sonra cavablandıracaq. Bir David Uşaq İnkişaf Mərkəzinin baş sponsorluğu ilə çıxış yolu reklamlardan sonra davam edəcək. Əziz tamaşaçılarımız, verilişimizin sponsorlarına təşəkkürlərimizi bildirək. Sabimet Sağlıq və Turizm şirkətini diqqətinizə çatdırmaq istəyirəm. Əgər siz qardaş Türkiyədə bir əməliyyat olunmaq istəyirsinizsə və yaxud yaxşı bir həkim axtarırsınızsa,
Sabimet sizə yaxından kömək ola bilər. Sizi birbaşa hava limanından qarşılayacaqlar. Hal-hazırda ekranlarda da görürsünüz bizim Azərbaycandan gedən bacı qardaşlarımızı necə gözəl qarşılayırlar. Səbinə xanım və onun ətrafında olan komandası. Qarşıladıqdan sonra sizi yerləşdirirlər. Daha sonra gedəcəyiniz klinikaya aparırlar. Əgər əməliyyat olunacaqsınızsa, əməliyyatınızın sonuna qədər sizin yanınızda olurlar. O vaxta qədər ki, siz bütün bu sağlıqla bağlı olan proseduru bitirib Azərbaycana dönəcəksiniz. Bax, hal-hazırda görürsünüz, hava limanından artıq Azərbaycana təyyarə ilə yola saldılar. Sabimet Sağlıq Turizm şirkəti sizə bu cürə imkanlar yaradır və burada bir nüans da var. Dünya üzərində bir çox iyanə təşkilatları var ki, Sabimet Sağlıq Turizm şirkəti bu iyanə təşkilatları ilə əməkdaşlıq edir. Nədir onun bizə xeyri? Ola bilər ki, biz hansısa bir Türkiyədə əməliyyat olunacağıq, amma bizim əməliyyat pulumuzun bir miqdarı çatışmır. Həmən o bir miqdarı öz üzərinə götürüb bu beynəlxalq aləmdə olan təşkilatlar, iyanə təşkilatları ödəyə bilirlər. Belə bir imkanı da yaradır sizin üçün Sabimet Sağlıq və Turizm şirkəti. Mən Səbinə xanıma dərin təşəkkürümü bildirəm və ona uğurlar arzu edirəm. Növbəti sponsorumuz isə Unikal xaricdə təhsil və hüquqi konsalting agentliyidir. Dəyərli valideynlər, düşünməyin ki, mənim övladım buraxılış imtahanlarından yaxşı bal, yaxşı nəticə əldə etmədi və mən onu oxutura bilməyəcəm. Xeyr, belə düşünməyin. Sizin övladınız tək atistatı vasitəsilə dünyanın ən nüfuzlu universitetlərində, həm dövlət universitetlərində, həm özəl universitetlərdə təhsil ala bilər. Bu problem deyil. Problem ondadır ki, bu övladı oxumağa göndərmək üçün maddiyyat tələb olunur, mənim əzizlərim. Bax, o maddiyyatı isə Unikal xaricdə təhsil agentləri sizin üçün kredit şərtləri ilə yaradır. Kredit şərtləri nədir? 3 illik siz zaminsiz, girovsuz, tək şəxsiyyət vəsiqənizi təqdim etməklə 15 dəqiqə müddətində təhsiliniz üçün, xaricdə təhsil almanız üçün kredit götürə bilirsiniz və bu kreditin içərisində sizin təyyarə pulunuz da daxildir, illik xərcləriniz də daxildir. Bir sözlə, valideyn üçün də, övlad üçün də, tələbə üçün də bu çox əlverişlidir. Telefon nömrəsi 055 799 33 95. Diqqətinizə çatdırım ki, Unikal xaricdə təhsil və hüquqi konsalting agentliyidir. Adından da göründüyü kimi burada çalışan əməkdaşlar hər biri hüquqşünaslardır. Bu hüquqşünaslarla 15 dəqiqə gəlib ofisdə əyləşib məsləhətləşə bilərsiniz, tövsiyələr ala bilərsiniz, ürəyinizdən keçən ixtisası seçirsiniz, universiteti seçirsiniz, daha sonra ölkəni seçirsiniz və krediti də götürüb nə edirsiniz? Oxumağa gedirsiniz. Hər birinizə təhsil illərində uğurlar arzu edirəm. Belə sponsorlarımıza da təşəkkürlərimizi bildirək. Deməli, mənim əzizlərim, bugün çoxlu suallarımız oldu. Mən hər birinizə təşəkkürümü bildirirəm. Sualları çox gözəl cavablandırdınız. Yəni, mümkün qədər də, nə qədər ki, bacarırıq. Sonuna mən yerə sizin hər birinizdən bizim dəyərli ailələrimiz üçün, Azərbaycanlı ailələrimiz üçün bir tövsiyə xarakterli bir məsləhət istəyirəm. Buyurun, Çiməz xanım, sizdən başlayaq. Mənim məsləhətim budur ki, Bəli. birinci ailələr dağılmasın. Əgər ailələr dağılırlarsa da xahiş edirəm hər bir kəsdən. Uşaqlardan bir vasitə kimi istifadə olunmasın. Çünki uşaqlar bizim gələcəyimizdir. Əgər biz cəmiyyətə belə yanaşsaq, artıq Azərbaycanda gen fondumuz tam dağılacaq. Təşəkkür Tam edirəm. dağılacaq. Uşaqları, yəni ailələr var ki, onların qorunub saxlanması mümkün deyil, ancaq uşaqlardan vasitə kimi istifadə olunmasın. Təşəkkür edirəm. Buyurun. Mən tamaşaçılara demək istəyirəm. Nə edirsiniz eləyin? Evlənirsiniz, ayrılırsınız, uşaq dünyaya gətirirsiniz, nə edirsiniz eləyin? Dəyərlərimizə sadiq qalaraq eləyin. Yəni, hər şeyi dəyərlərimizlə ölçün, biçin edin. Buyurun, Türkan xanım. Dünyanı sevgi qurtaracaq. Mən hər zaman buna inanıram. Sadəcə sevsinlər. Sevgi olan yerdə hər zaman anlayış da olur. Gözəl. Buyurun, Səliq xanım. Mən valideynlərə müraciət eləmək istəyirəm ki, əgər uşağınız hələ tam kamillik dərəcəsinə çatmayıbsa, onları evləndirməyə tələsməyin. Mən ancaq bunu arzulayıram valideynlərimizə. Yaxşı tövsiyədir. Buyurun, Faris müəllim, dinləyirəm sizi. Buyurun. Mən şiddətə yox deyirəm. Yəni, hər bir şeydə, istər psixoloji, istər fiziki, hər bir tərəfdə şiddət olmasa, mən çalışını boşanmayasınız. Təşəkkür edirəm. Buyurun, Günay xanım, buyurun. Qeyd etmək istəyirəm ki, ailə çox dəyərlidir və ailənizin dəyərini bildirin. Boşanma deyirsiniz, ancaq o sadəcə boşanma deyil. Və bunu da nəzərə alın ki, onun fəsadları var və bu addımı atsaz da nəticələrinlə də siz razılaşmalısınız. Ona görə də səbirli olub, əziyyət, çətinlik həmişə olubdur. Daha əvvəldən səbirli olub, o problemi anlayışla bəlkə də həll edə bilərsiniz.
Təşəkkür edirəm. Belə Valid müəllim, təşəkkür edirəm verilişimizə gəldiyinizə görə hər birinizə minnətdarlığımı bildirirəm. Əziz tamaşaçılarımız, siz isə özünüzdən və ailənizdən müğayət olun. Sabah yenə eyni saatda çıxış yolunda görüşəcəyik. Berdavid Uşaq İnkişaf Mərkəzinin baş sponsorluğu ilə çıxış yoluna baxdınız.